Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? Herkese yok. Keçen Elə ildə qışqıra ki, maşından saxladı, elə bir dənə taksi. keçən də bu yana nə qayda vardı? Salamı deməmiş nasılsınız sayılır. O da biri. Bu güzelliği yok diye Allah'ım olsun. Cəmiyyət. Niyə elə qışqırsın? Ata ben dedim. Ha, sen dedin. Ben dedim. Düşün de Allah'ım. Bu boyda can koydum. Bence Ophelia yazmalısınız. Nerede? Ben de Meryem. Arkadaşlar, maruzan sıcak akşamol zamanında girirsiniz. Bizim dadımız yedi. Bura maruzan yemək yeridir. Burada nə piknik də eləyə bilərsiniz. Yəni alın, gətirin, oturun burada piknik də edin. İsteyen dışarıları sonradan da sıçrayabilir. Arkadaşlar alışveriş kombin videolarım için alışveriş eləməyə gəlmişəm. Bugün marujnamı yiyeyim, girək içəri. Yəni, biz bura maruzan yemək yemişik. Nuş olsun. Sadece sen bunun tadına bak. Bunun tadına. Üstüne batırdın. Yaşlı üstüne düşmüyor. Rabia ağzını çəkdirdən, nə olar? Bizi atıp kaçıp Özün gitmiş adam. nəzdindəyim mən. Ged olar da çək orada. Yəni, dayandır da, girdin ömrümüzə kamerayla. Sen dedin de. Ha, nə dedim ben? Sen dedin ki sen hemşi çek bizi family. Mən qarşı ya. Sen ki 1 terabayt diye buna SD kart Az gir aldın. ağzımıza. Gəl, gəl. Az gir ağzımıza. Aha marajnaları uçtu. Baktı yere. Bilmədən oldu qələmandasın. Gəl məmkini ye, gəl. Gəl mən marujnamı Abdül Gönül diyeceğim. Sen bu marujnadan almadın. Gel marujnamı attı yere. Mən özlüyüm şokoladdan da içində əslatın şokoladçısından yiyirdi. Dedim ki mən verirəm. Gəl mən marujnamı yiyirəm. Əmə. Əmə. Sakın mənə tərəf yox. Kimlə əli batırır mənə tərəf gəlir. Mən dəsmalam nəyəm? Məndə var. Zeydun sumkasında var. Seydin sumkasını maşından götürüm. Deməli arkadaşlar sizə kombin videolarını nəyə görə dayandırmışam? Çünki artıq əlimdə belə qeyri-adi gündəlik paltarlar çıxmaq şərtinə, yəni kombin düzəldilə biləcək parçalar yox idi. Ona görə də bu gün gəlmişəm sizə qəşəng kombin videolar çəkmək üçün gözəl parçalar almağa. Ağlımda 2 dənə kombin var. Birini edə bilməyim üçün mənə qırmızı kepka lazımdır. Gəlin birinci gedək baxaq görə qırmızı. Rem patladı. Gəlin gedək görə qırmızı kepka var yoxsa yox. Deməli arkadaşlar 2 cür qıza gözdə də 2 cür kepka qırmızı. Oy, bir saniyə. Bir də belə var, yox bu yox. Baxın başqa. Yox. 2 cür qırmızı kepka var. Mordodur. Bu mordoyu, bu bordodur. Ha, bordodur. Bu cır qırmızıdır. Əslində mənim istədiyim bu rəng idi. Bu rəngdə tişört var. Belə oversize, yapışan yox. Yapışan da ola bilər. Var. O mən istədiyim tipdə deyildi aşkım. O olsa götürərdim onu. Deməli, Bu renkte var. o rəngdə istəmirəm aşkım. Mənim istədiyim rəng cır qırmızıdır. Bütün qırmızı istəyir. Hə, burada bu olmasaydı daha yaxşı olardı, amma gözlə arkadaşlar. Gəlin. Bunu kombinləyəmirəm. Mənə tişört lazımdır. Deməli, bir dənə belə tişörtümüz var. Bunları ayrım qırağa. Başa düşdünüz nə eləmək istədiyimi? Haycan. Belə, baxın, bu sadədir. Belə şəkilli şükürlü olur sizdə. Onlardan yoxdur. Daha sonra, bunlar bu aralar dəbdədir, amma bu kepka ilə getməyəcəklər. Sonra kepkamız biraz. Hə, oradadır. Şey, gəl. Aha.
Bir şey tapdı deyəsən yenə. Çox qəşəng bir köynək tapdım. Bildirildi bu köynə. Beli sıxmalıdır o bir köynə. Çox qəşəng bir köynək tapdım. Neden Niko. burası çöktü? Gəlin bir dənə baxaq. Tuz geçerli olmazsa. Bununla bu rəng tonu olaraq gedirmi ona baxaq. Bu mənim görüm istədiyim kimi qalacaq Bu başımda. daha cır kırmızıdır. Bir saniyə. İndi sizə eləmək istədiyim kombini göstərəcəm. Yəni saçım belə olmayacaq. Saçımı dəyişdirəcəm. Rəng tonu olaraq bunlar bir ton fərqlənir. Aha. Bunları ona görə bu köynəyi saxlayaq. Yox, bu köynəyin başqa qırmızı tonu yox da. Aşkım köynə. Bunun geçerli bu. Bilirəm qəşəngdir. Aşkım mən kombin düzəldirəm. Bu kepkanın ağlımdakini yaraşmır. Yəni hazır gördüyüm kombin var, onunla bu olmur. Bununla da olmur. Tut bakalım bunu. Gedə görə ağ kepka varmı o zaman? Kırmızı bak. Baxın. Yox, onlar da şu. Kırmızı da. Düşünürəm ki, gəlmirənsə gözləbdən saxlı uşaqlara eləmək istədiyim kombini tapım. Baxın, bu kombinin yaz versiyasını, yay versiyasını çəkmək istəyirəm. Burada sweatshirt də əynində. Amma bizdə t-shirt olacaq bunun yerinə. Hətta deyərdim ki, köynəyi qırmızını çıxardıb ağla əvəzləyib ayaqqabıya qırmızı verə bilərik. Amma onun üçün də birinci ayaqqabılara baxmalıyım. Üzü keçdi o. Baxın, belə bir şey də eləmək olar. Bunu görməyin. Belə basic ağ köynək, jeans, qırmızı kepka və qırmızı ayaqqabı ilə də kombinləmək olar. İndi parçalardan asılıdır hər şey arkadaşlar. Gedək görək nələr tapırıq. Bəlkə bordo ilə də kombinlədik, əgər qırmızını tam ürəyimcə tapa bilməsək. Davam. Bu köynəyi ayrı qırağa, çünki bunu bəyəndim. Bunun gedək görək ağı var. Bəlkə ağını qırmızı kepka ilə ya bordo kepka ilə. Onun bildiyim qədərdirlər ki, bir dənəsi qalıb, o da elə qırmızı rəngidir. Yo, mən gördüm orada. Gördünüz? Yo, bunlar ipli değilmiş. Bunun son kalanını ben götürmüşəm. Aha, o da qırmızı rəngidir. Şansa bak. Yaxşı, bunu ayrıq qırağa, bunu götürürük. Bu aldıqlarımız siyahısındadır. Daha sonra gəl cinslərə baxaq. Ay, burada belə qaşlı, önəmdə qaşlı köynəklərdən ötürü özümdən alsın deyil. Deməli, indi cinslərə, bu xoşuma gəldi. Bəqi Zara modeldir, bəqidir. Belə şalvarlardan xoşum gəlir, amma bu çox yekə olacaq mənim əynimə. Daha sonra gəl buralarda, bu da qəşəng şalvardır ya. Bu da pis deyil. Ay dur, belə eləsəm seçə bilməyəcəm. Bunun rəngi o qırmızı ilə yaxşı gedər əslində. Amma əynində necə qalar onu bilmirəm. Bunu da ayrıq qırağa. Bir saniyə. Yığa-yığa da gözümlə axtarıyorum. Gəl biraz bu tərəfləri axtaraq. Burada görən şalvarlar var. Ya bəqi bu qısa beldir. Mən bəqini uzun bel xoşlayıram. Bu şalvardan varımdır. Daha sonra davam ki bu tərəfə də keçək. Bu da qəşəng şalvar deyə. 31 razmer deyə. Hə? Hə? Adım kesin kamerası. Aşkım nadir baxır narahat olma. Belə bir şalvar da var. Arkadaşlar polo şalvar bu arada. Arkasında polo detayı var. Prosto bu belə əslində normal qalır. Gəl Şəhriyardan kömək alaq. Şako, Məryəm gəl kömək elə də mən ideya olaraq. Dəstək haqqını kullandı, qaldı Joker haqqı. Deməli, səncə o qırmızı bəlkə şalvar istəyirəm də. O qırmızı ilə bu gedər, yoxsa bu gedər? Nerede kaşlı şalvarlasın bu? Mən biləcəm. Bəlkə mən dedim qaşlı şalvar deyim. Bir Ləkəliyib. boz şalvar var. Mən nə qaşlı şalvarım Ləkəliyib var deyim ki? biləsiz. Qızım, mən harda qaşlı şalvar var? Biləsin. Aşkım, onu mən geymirəm axı. Əynimə böyükdür. Keçən ilin şort gidiyor o. Hə. Hansı? Bu. Sən bunu oyladın. Hə, sən. O. Oy, qararsız qaldım. Rabiyə, səncə? O bir bakın. O birisi burada. Qaçdı.
İki oyla o zaman qaşlığını götürüyor arkadaşlar. Aşkım oylama elədim də, mən niyə səbləşsən? Şu, bunu da ayırırıq qırağa, gəlin. Bir saniye belə baxım. Məncə pis, amma yox, bunun beli ilə bu getmir, farkında. O getməyəcək. Bu da dar gəlir. Bunun isə stili əslində tamamilə fərqli bir şeydir. Katışdırdım. Bununla bu kesinlikle getmir. Yanaşı qoyanda görmək oldu. Belə ayrı-ayrı görmək olurdu. Təzədən şalvar axtarışlar çıxırıq. Aman tamamım. Qırmızı kombi sevdası beni nələrə vadar ediyor. Deyəm. Nə ilə kombinliyim axı onu mən? Qırmızı nə ilə kombin gedər? Şaka. Mavi cinslə, prosta model məsələsi var. Burada dalda da cins var. Baxın buna. Bu gedər sanki. Hə, bax bu özü. Zaran. Bu özüdür. Bu gedəcək. Gəl bura. Prosta razmer məsələsi var. Bax. Bu gedəcək. Nə şəkildə kimi görsənir? Məncə də. Çox qəşəng oldu. Şu. Bunları ayırdı. Nəsə düşdü elə. İndi bir dənə əsnafdan düşdü. Qaldı kepka ilə yoxsa ayaqqabı ilə qırmızını uyumlaşdıracağıq. Ayaqqabı və çanta seçmək üçün düşdük aşağı. Gəl. Ayaqqabı rayonuna. Aç gözlərini gör. Qırmızı samba, qırmızı Converse, nə bilim, qırmızı ket, qırmızı Qırmızı kraxovka. rəng axtarırsınız. Evet, qırmızı bir ayaqqabı axtarırıq. Olmasa çanta axtaracağıq. Olmasa çanta. Evet. Qırmızı ayaqqabı, qırmızı Görmürəm ayaqqabı. şu an. Görmürəm, görmək istəmirəm. Bu gözləri yummaq istəyirəm. Yapmayın bana bunu lütfen. Lütfen. Qırmızı rəngi. Ancaq tapdım qırmızı rəngi oxuş. Bir buran olmuş. Gəba. Hanı? Çok ayıptır. Allah'ın dostu. Ben xəyallarımla niye oynayırsan ki? Çok ayıptır. Çok. Bak bu olmasın qırmızı Converse olsun bu. Qırmızı çantayla kombinli. Bunun məndə mavisi var. Amma kişi üçün aldım. Converse'ləri çox sevirəm. Özümdən asılı deyil. Bu ayaqqabılara bayılıyorum. Bu rəngini səncə yoxsa bu rəngini? Eyni renkli yəni. Eyni rəngli ipləri fərqlidir, amma məncə sadəsi daha yaxşıdır. Məncə də. Tamam. Bunu saxlayırıq yaddaşda. Bir də məsələ var, razmer məsələsi. Arkadaşlar, bu bunun qırmızısı olsaydı var ha, çox olay olacaqdı. Onun qırmızısı. Hə. O kombinlə. Evet, o kombinlə elə göstərdim də bunu. Kombində buydu da qırmızı rəngdə. Ola bilər. Heyf, çox heyf. Kepka olmadı. Kırmızı ayakkabı hiç yoktu. Yox, heç yoxdur, sıfır. Ha, onda kırmızı. Ha, yok kırmızı. O uşaq adelidir. 40 qalıb deyir oxuş. Hə? Yoxdur deyir. Olsun 40 liraya yox. Converse zaten istədik qədər sıxılabilir. Fırça ne diyorum? Ha. Uygun da bunda bu mavi ayakkabı. Güzel keçənli olub geri düşür. Deməli arkadaşlar geriyə qaldı. Haqqasan Nadir. Geriyə qaldı. Ayaqqabımız qırmızı olmadı. Şu an tək bir köynəyimiz qırmızıdır. Yəni kombin mənim istədiyim kimi olması üçün ya çanta ya kepimiz qırmızı olması lazım. Bu aslında qəşəngdir, amma rəng tonu olaraq uymuyor. Ben Allah'ın gerizekalısı da elə bir rəng tonu, elə bir cır qırmızı seçmişəm ki, axtar səhərə qədər. Gerek kalmadı, buldum galiba. Nəyi? Çantana? Buldum ama Everest dağlarının tepesinde buldum galiba. Zınk. Oha. Hatlokda tapıb. Görsən mənim gözlərimin şahinliyini. Nerede Allah aşkına? Hatlokda tapıb. Ay yuxarıda. Chanel. Heç götürüyorum oradan. Ha, bir dənə də qırmızı görürüm. Get dala. Yuxarıdakı Chanel'i verə bilərsiniz. Get dala. Ay yok, bu sefer Şahin'in gözlerim yanlış görmüş galiba. Oradakilerin bize adiyyatı yoktu. Tamam, bu olsun. O da geçeydi. Prostaki o, bu nedir bize? O kaşlıdır, hiç alakası yok. Bundan onu koyarım yanaşı. Hansı çanta olsa onu çak-çuk edəyərik. Dəngəli kişi dilində qırmızı kepka olmaq ehtimalı səncə nə qədərdir Nadir? Yani bura rayon yeridir. %100 ola bilər. Hayır, bunun da modeli istediğim kimi değil şu an. Bu mini rübzaktır. Bir tane de əziyyət verə bilərəm sizə. Oradaki qırmızıya da baxa bilərik. Teşekkür ederim. Bu biraz büyük mü? Bakın, yok. O mənim ayağımın razmeri Burada, deyil burada. bir. Buradaki kırmızı.
Ha, bunu idarə edərik bir şəkildə. Şeyə döndü mənim işim. O TikTok'da görmüş olarsınız. Abuk subuk reseptlər sınıyan qız var ha. Sabahdan mən də ona başlayacağım. O kızın kombin versiyonu oldum ben şu an farkında olmadan. Çaktı. içinde. Tamam. İdare eder. Gerek. Arkadaşlar. Bunlardan biri olmasa benim evde cırgırmızı bir çantam var. Şu an onu hatırladım. Yani alternatif olarak bunlardan birini götüreceğim ama evde de bir alternatifimiz var. Gel kişi kepkalarına bakalım. Aç. Açıqdır. Aç bu kameranı aç. Mən dedim sən bütün bura rayon yerdə burada qırmızı kepka tapa bilərsən. Ne rayonlulara ne demek istiyorsun? Yox, rayonlar elə yox. Bar rayon tərəflər niyəsə qırmızını çox sevirlər. Allah'ım. Gel bura. Görsün size neler diyeyim. Mən nə demişəm? Mən rəngi sevirlər dedim. Bak. Bunların hansında senin iddia elədiyin rayonlu tipi var. Allah aşkına. Onlar rayondan çıxıblar da sonradan görüblər. Kombinlərdilər. Gör nə rayondan çıxanlar sonra görmələr. Yox, bunlar sonradan görüblər. Yəni Nadiri döydürmələ keçəcəyik. İşə. Deməli. Bu çox qəşəng popoqdur. Hacı papağı Başda bir qəşəng durur bu. Ayda. sınamaq istəyirəm. Sən də sınamaq istəyirsən ki, binciməsin. Deyən, başqa var ondan. Saqqalımı uzadıb həclərə oxşadacağım Amma bir özümü. şey deyim, bu belə yaxşı qalmır. Bunu saça düzləşdirib taxmaqla. Ayda, hələ başıma böyüdü belə qalıram. Bunu istəyirəm şu. Bunu istəyirəm. Balacalaşdır bir dənə Məryəm. Nadirin başı böyüdü. Kısa kesme. Ay dur. Bunu götürürəm. Buna bir kombin taparam mən. Uşaqlar bu saçla olmur bu. Bu saçım şu an çox vıcqadır. Amma bu saçı düzləşdirib mən dediyim kombinlə bu çox efso duracaq. Bundan asker yapılmaz. Ondan bir dənə də var. Mən verərəm sənə narahat olma. Yox, maraqlı gəldi, sadəcə nəyə oxşuyur başda. Çox qəşəngdir. Gəl bax. Başına bak. Gəl. Sana yapışır. Allah bilir nəyə Evet oxşuyur. arkadaşlar. Sən niyə bunu sınadın? Məndə daha yaxşı qalmadı. Nadir Granados'un yaraşdı ya, yaraşdı. Yo. Yaraşdı Granados'un. Prosta deyən bu tərəfə gəlində xahiş edirəm, oranı çəkə bilmirəm. Onları Bir çəkəcək. dənə əlimi çək. Qulaqlarım. Onun qulaqlarını düzelt normal qoy bir dənə onu. Buna heç baxmayın. Yaraşdı Nadir. Sadəcə Arası imaj dəyişikliyi oldu sadəcə. soygun pozdu bu qədər Sən imaj bax, olduğunu bilmirdim. salon aşağı, Məryəm mən deyəndə papa ataq. Bax, tərbiyəli ev uşağı. İndi qoy. Avara qaqaş. Allah'ın dostu konkret imaj dəyişikliyinə getdin. Gəl. Mən kepqaya Belə hava nə olur? onu götürürüm. Götürürsən. Hə. Nadir taxarı bir yox. Bəlkə meymunun axırıncı balasına oxşamışdın onu. Mənim istədiyim kimi kepqalar heç vaxt məndə durmur, amma heç vaxt da kepqa almaqdan və taxmaqdan vazgeçemiyorum. Bəs nə pis deyim? Dikrana bas. Sadədir. Ay, teşekkür ederim. Şu an Bu özgüven məntəbə geldi. tıkanıb yabır oluyor. Ne var qal. Gəlin bunu da aparaq yuxarı, görək hansı rəng uyğunlaşır. Getdik, gəlin. Məryəm bura gəl, Məryəm bura gəl. Aşkım qal. Məryəm bura gəl. Qal. Qalmışam. Nadir neylədi? Ola bilməz. Ebi o düzəldərik, gəl. Piley qopub da. Nadir, uşaqları çox istəyirsən. Mən. Nə olur, uşaqların xətrinə bir dənə bunu tax. Ver taxın. Mən çəkirəm Məryəm bir dənə onu. Bu nə yüzündür, bu nə yaşayışdır. Nadir bizi çox istəyirsən. Şəhriyar. Gəl qardaşıma bax, gör nə işlərlə məşğuldur. Aşkım əkili bir saltın. Qalmasın içində. Tax. Ay, nədir saçın? Mənim bir... Qal da. Nadir, qal da. Nə günlərə düşdüm ay Allah. Başını düz tut, bilərək əymə. Onu taxmayı bilmirsən, ver taxın. Qal burada. Ver özü taxa bilir, ver.
dibdən gərək Türkiyədə tax. çox belə işlərlə məşğul. Ayıb deyirsən. Belə pul Baxıram. qazanırdı ki sən. Ana cilvə eləməkdir kameralara. Nadir qada. Yo, uşaqlar, həqiqətən sizi çox istəyirmiş. Bu da bunun sübutu. Qırıldı saçın qaldı. Heç nə, day, mən getdim kombinimi yoxlamağa, gənadır. Bu qız istədiyi hər şeyi bugün tapdı. Bir dənə qırmızı krasotkadan başqa, onu da bir gün həll eləyəcəm, inanın buna. Mən tapmışdım da sizin için. Çox sağ ol, ehtiyac yoxdur, şəp idi, krasotka döndü. Ona görə gedim, mən siz saçından şey tapdım. Aha, deməli, rəng uyumuna baxırıq. Orada heç biri uymur. Seçdiyim köynəyi dəyişmək məcburiyyətində qalacağım. Niyə? Bununla o uyur da, eyni rəngdə. Eyni tondur, birə-birdir. Həqiqi. Valla. Onda Prosto belə şeydir, edirik. qəlbi örsənir. Deməli, mənə qulaq as. Bu bax, görüntü olaraq bu ikisi uyur. Burada Aha. ağ köynək olsa, çiynə qırmızı bir köynək atılsa, o halda uyur. İndi qış olmadığı üçün qırmızı sweatshirt ata bilmirəm ağ köynəklə çiynimə, ona görə məcbur köynəyim qırmızı olmalıdır. Və Onda qırmızı köynək tapmalıyım. hə, bu köynək o deyil. Bu köynək qəşəng köynəkdir. Mən bunu çox bəyəndim. Ha istədim dürtüm bu kombinə bu köynək. Gördüm ya ürəyimcə alınmır. Yəni bu biraz klassik qalır, başa düşdün? Aha. Bu biraz sport qalır, başa düşdün? Başa düşdüm. Aşağı qoymuşdun da. Hə, sağ ol ey həyatım. Ona görə bunları saxlayırıq. Cır qırmızı tişört axtarırıq. Məriş, nə olar mənə kömək elə cır qırmızı. Cır, bax belə. Bəyənmirsən məncə satdıqlarını? Aşkım, çünki basic istəyirəm, başa düşsən. Simazik. Məryəmdən mənə gələn xeyir. Ne oldu? Just a minute. Bir dəqiqə. Bunlar da bundan getmir. Ona görə evdəki çantamı kullanmaq zorunda kalacağım galiba. Evet, bunlar rəngi bundan getmir. Çıxdıq cır qırmızı tişört axtarışım. Bax, bu rəngi əslində qəşəngdir. Ama o sen istediğin kimi kombin olmayacak Hə, yani. ay sağ ol, o olmayacaq. Nə rəngdir? Cır qırmızı. Amma yenə də yetərincə cır deyil. Yetərincə cırı bulmamız lazım. Mən neysən ey? Sen eyliysen. Devam ki, nə olar, Üçüncü Nadir, sən də dəfədir. gözümü bir dənə aç gəzdir. Aşkım kostyum gördüm tır kırmızı bak bak. Bak. Kostyumu neyinəm aşkım? Gerçək ki, bu cır qırmızı köynəyi biz tapacağıq. Bence Ana. Yo, işte bax, bunu sadə olsaydı əla olardı. Tam mən istədiyim kimi. o tarafta bir tane var. Bu nedir? Ofuş Nadir'in tapdığı köynəsi. Pola necə gedir? Nadir'in. Polo bir Rəng şey uzaqdan deyil, gördüm də, qəşəng rəngin- getməz. Aşkım al ben de giyinirim al. Polo qəşəng getməz o kombinlə. Mən Allah yetərincə gedər məncə. cırdım. Gəl, oldu mənə. Hoş, babamın görür. Buyur. Buyur. Buna bir dənə düymə açırsan, çox boğanaq qalmasın deyə yaxası. Çünki çox boğanaq qalır. Bir saniyə. İndi burada 3 düymə açıldı. Necədir, Nadir? Bakay. Yaxşıdır. Bir şey uymur, bir şey Ama değmir. polo yazısı ilə elə bir ki, bax bu polo üçün demirəm. Sadəcə o papaqla polo indi bu dəqiqə uzaqdan belə baxanda o McDonald's-un falan işçilərinin geyimi vardı. Yox, basic sadə ağ köynək tapın mənə. Basic ağ sadə Maxwell köynək. Jackson köynəsi. Michael Jackson köynək. Bunu hər ehtimalla götürəcəm, evdə yoxlayacağıq. Uşaqlar, kaş siz burada olsaydınız da topluca bir alış-veriş etsəydik. Məryəm, nə olar, sadə ağ köynək tap mənə. Kameraya. Neysə, sən Mən gedirəm, getdiniz uzaqlaşıram mən. Məryəm, Nadir, oylama eləyirik. Son Aha. buji qatıqladıq, qutarmalıyıq söhbəti burada. Bu mu? Bir saniyə, baxın, qoyuram. Bu mu? Ağ sadə dar tapa bildiyim tək göynək bu oldu. Göynək, hə. Bu mu? Yox. Yoxsa bu mu? Ha bu. Bu. İki qırmızı niyə mənim gözümdə Əndirabadi görünür, Pinterestdə qəşəng görünür? Nədən belə oluyor? Bir cavab versin. Mən psixologiyam yerim. Köynəyi al götür.
Heç nə şəkildə göründüyü kimi olmur ki. Mən nə ilə baxsam? Mən nə eləmişim? Beynimdə elədiyim kombinin üstümdə duruşu yox, hem mağazada olmayı. Psikolojisi pozuldu. Nə oldu? Sən niyə belə baxsan? Sən küpürlər niyə bu qədər uzanıb? Köpəyi çəksən. Mən sıfatım düşürməyəcəm orada. Aha. Uşaqlar, mən köməyini seçə bilmirəm. Aynadır, bununla tərəf etmək olur da. Niyə yaxınlaşdırdın ki? Uzaq qalmısan çünki. Qızlar, Güzel dön, geri gəlir. bax bir şey indi istəyəcəm və o heç ol. Qırmızı nazik kəmərimiz var. Doğrudan. Aslarım oldu, nə axtardım, tapdım, amma bir dənə bir-birinə uyğunlaşdırır. Bəhanə eləyə bilmirəm, yoxdur, var. Prosta uyğunlaşdırır, nə olur kömək verin. Kəş izləyəcəyim bu dolaydı. Ağ rənglə məncə... Aha, bir dənə ağ rəngi tutun. Bu nədir? Kəmər. Allah'ın cezası. Ayaqqabı piyatrib. Bunu saniye aslayım burada. Sen hastandı. Buydu. Bunu tut hadi. Ver. Ulan aç. Şimdi olduğu kadar olmadığı kadar. Yok, bu çok qaşlıdır orası. Deməli, Nadir, Bəli, belə bax. yaxşı. Keç ora oy ver. Bakayım. Kömək edin, Gel. geç. Yani belə bilirəm, çox iğrenç bir görüntü. Amma yəni üst-üstə qoyulmaq üçün belə eləmişəm də. Baxın, bu mu? Məncə belə daha qəşəngdir. Heç məncə əynində geyməyə ehtiyac yoxdur. Belə astı üstündən yer. Hə, bu mu? Yox, bu heç yox, heç yox. Ha, bu eləndi promoyu. Yoxsa bu mu? Rəng getmir, bir də material. Bu Amma bir Bu ola bilər. Ağ, Bir şey Bəlkə. deyirəm, çantamda qırmızı olacaq. Mən niyə köynəyi qırmızı eləyirəm? ağ da ağ. Məncə də ağ. Səncə? Məncə də. Ağ günə daha yaxşıdır. Şu. İndi bunu gedib evdə uşaqlarla kombin düzəldəcəyik, izləyicilər. Nə gülsün? Mən niyə tərsiz baxır, qəlbə baxır bilmirəm. Sənə oynama edirsiniz. Biz burada işləmirik həm. Amma yaxında işləyəcəklər inşallah. Məryəm, bu kombini düzəldək. Nadir indi. bilir. Bu kombini oylayın ikimiz də Aha. oynayın. Düzəldək. Nadir, Yoxsa bax bu da. kombini... Məncə o birisi kombin. Hə, ata da onu seçmişdi. Sən bax. Mən də bunu. Yəni bir kişi gözü ilə kombin olaraq seçəndə bu da qəşəng zövqlü olur. Tamam. Nadirin zövqü var. O birisi budur. Bu məndə. Oylama ilə yenə uduzduz. Deməli, Belə bir şey daydın. Aşağıda sənin. Ay Rabia'nın ən sevdiyi şey gəlib buradadır yenə. Hı. arkadaşlar uçuk bir sorunumuz var. Nadir izini ver. Ben o kariçi... Mənim özüm bu. Nadir bizdə Arkadaşlar beni dinleyin lütfen. Ben o kariçi ve eteğin burada olduğuna emin olup... Bismillah. Neyse orada. Ha, o kariçi ve eteğin burada olduğundan emin olup buraya gelmiştim ve hamının onu seçeceğimi bildiğim için hazır yufkaların yanında kalmıştım. Ama alırlar kariçini köynəyi. Tabii kariçini yufkanı alır, danışa bilmirəm. Allah benim cezamı vermesin, danışa bilmirəm mən. Havalardan değil. Diksiyon intil adam. Məryəmlə sən elədin. Gel görək tapdırma. Nadir ne olur, Nadir elə. Allah'ım yarabbim ya Resulallah. Bu eteğe benzeyir sence? Benzir ama o değil. Benzemir o zaman. Aha. Bunun üstüne kemer taksaq peki o şey kimi benzetebilir kimi? O kombinə bir dəfə də baxa bilərəm. Bəli. Bunun kamera niyə özünə getdi o yana bu yana? Bir dəfə də baxım ben. Şimdi şöyle. Yani bunu başka eteklerle de eləyənlər var. Peki sen mənə lazımsan Məryəm. Gəlin gedək o kəməri tapaq. Ay Gedək aşkım, tapaq. gəl həyatım, gəl bacıyla. Arkadaşlar, burada qızılı kəmərlər var da, 100% hamısını alıblar. İndi özümü öldürəcəm Allah'ım olsun. Ha qızılı kəmərlər. Ha, O kombin deyəsən heç nəyi tapa hamısını bilmirik. aldılar. Necə ola bilər o? Bir 3 gün bundan qabaq mən burada qızıl kəmər göstərdim videoda. Demə saxlayar
Biraz kədərləndirsən, bax bir anlamayın ya. Aşkım ben kombini o kemerin üstünde kurup gelmiştim axı bura. Səhərdən saxlamamışam, Allah'ın da olsun. Kamera amcı birləşi idi. Aç. Kəsəcəm açıq da elə. Salam. Hə, əlbəttə gəl. Deməli ikinci kombini kamerası seçdim. Sadəcə ümumən belə göstərirəm. Bir neçə seçimlə seçmişəm. Çünki nəyi nə ilə uyğunlaşdıracağımızı videoda bir yerdə seçəcəyik. Ona görə iki çanta, iki ayaqqabı arasında qalmışdım. Hərəsinin ikisini də götürdüm. İkinci kombinimiz də hazırdır. Daha fazla bir şey göstərmirəm. Qalanı sürpriz olsun. İndi gedirik kassaya. Evet arkadaşlar, götürdüklerimizin hamısını yığırıq kassaya. Onu diyeyim ki sürpriz bir aksesuar daha eklendi kombinimize. O kimindi? Benim Şako yadında da onu mən yoxlamışdım, sən məni çəkmişdin. Allah'ın olsun. İsmat da axı gəldi özü. kombinimi düzeldim verərəm sana, sen taşırsın. Görünə götürürüm. Bu tərəfə keç. Rənsinə baxım. Madem mən Hansı geçeydi sence? Ah, şöp olsun. Bu neçədir? Dördənim. Əsir, qolbaqlar istəyirsən. Alışverişimizi elədik. Əsir, gətir qolbağımı göstər. Gəl mən taxım sənə. Benimle evlenir misin? Oldu da qoluna. Çok yaşay oldu özdə. Əladır. Baxım sən üzrə. Bu da əladır. Evet arkadaşlar, videomuzu burada sona erdiririk. Gedirik Bakıya. İzləmədə qalın. Kanala da abone olup like atıp yorum yazmayı unutmayın. Maçı good.